Bu dərsdə həqiqətən maraqlı bir mövzu haqqında danışacağam. Mən suda vəftiz haqqında söhbət eləmək istəyirəm. Suda vəftizlə xilasla əlaqəli bir mövzudur. Həmçinin tövbə barədə olan axırıncı dərsdə mən bu əlaqədən danışmışdım. Müqəddəs ruhla vəftiz haqqında olacaq növbəti dərsimizdə də bunun xilasla əlaqəsi barədə söz açacağam. Suda vəftiz bizi xilas eləyir. Suda vəftiz günahlarımızdan bizi xilas eləyir. Suda vəftiz heç də simvol deyil. Daxilimizdə baş verənin zahirdə göstərilməsi deyil. Xeyr, suda vəftiz bundan daha böyük bir şeydir. Suda vəftiz odur ki, yalnız onu icra eləyəndə nə isə baş verir. Baptistlər suda vəftizi imanlılar cəmiyyətinə qaytaranda minlərlə insanın buna görə təqiblərə məruz qaldığını unuduruq. Bu həqiqətə görə çoxlarının şəhid olaraq canlarından keçdiklərini də unuduruq. Bu həqiqəti uğrunda ölməyə dəyərdi. Ancaq bugün biz suda vəftizi sadəcə bir simvol kimi eləyirik. Sanki bunun heç bir əhəmiyyəti yoxdur. Müqəddəs kitabda İsa'nın dediklərini oxuduqda fərqli bir şey görürük. Çünki İsa Yəhya 3:5-də göydən doğulmaq haqqında belə deyir. Bir kəs sudan və ruhdan doğulmasa Allahın padşahlığına daxil ola bilməz. İsa sudan və ruhdan bəhs eləyir. O Allahın padşahlığına daxil olmaqdan danışır. İsa həmçinin dedi: İman eləyib vəftiz olan kəs xilas olacaq. Peter də vəftiz barədə danışdıqda xilas sözündən istifadə eləyir. O, Nuhun hekayəsinin vəftizə bənzəməsi haqqında danışır. Öz məktubunun 3-cü fəslində Peter deyir: Vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. 50-ci gün bayramında vəz eləyərkən Peter dedi: Tövbə eləyin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq. Peter vəftizin sadəcə simvol deyil, ondan daha böyük bir şey olduğunu deyirdi. Elə Paul da bu barədə deyir. Vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. Paul həmçinin bunu da deyir. Vəftizdə onunla birlikdə dəfn edildiniz və onunla birlikdə dirildiniz. Vəftiz sadəcə bir kilsə ayəni olmaqdan daha böyük bir şeydir. Vəftiz bizi xilas edən və günahlarımızdan azad eləyən qüdrətli bir hərəkətdir. İndi keçəcəyimiz dərsimizdə bunu sizə göstərəcəm. Bu təlim indi kilsə üçün çox vacibdir. Məsihçilər vəftizin mənasını dərk eləyəndən sonra daha cismə görə deyil, ruhun rəhbərliyi ilə azadlıqda yaşayacaqlar. İnsanlar Allahın bizi çağırdığı azadlıqda irəliləyəcəklər. İndi dərsimizdə bu barədə bölüşəcəyəm. Allah sizə xeyir-dua versin. Pionerlər məktəbinə xoş gəlmisiniz. Bu bizim 10-cu dərsimizdir. Mən bugün suda vəftiz barədə danışmağa davam eləyəcəm. Haqqında bölüşmək istədiyim mövzu həm son ildə, həm də son bir neçə gündə mənim daxilimdə çox böyük səmərə verir. İnanıram ki, bugün bölüşəcəyim söz son dərəcə vacibdir. Bu dərs insanları çox dəyişəcək. Mən vəftizin gətirdiyi azadlıqdan, Məsihdə əldə etdiyimiz azadlıqdan danışacağam. Çox vaxt vəftiz haqqında danışarkən özümüzün vəftiz zamanı nə elədiyimizi vurğuluyuruq. Amma bugün mən diqqəti Allahın nə elədiyinə və vəftizin nə demək olduğuna yönəldəcəm. İnanıram ki, vəftiz haqqında hər şeyi bildiklərini düşünən bir çox insanlar var ki, onlar bugün çox təəccüblənəcəklər. Vəftiz haqqında bizə öyrədilənlərin çoxu müqəddəs kitabda oxuduqlarımızdan əhəmiyyətli dərəcədə fərqlənir. Yadımdadır ki, illər əvvəl vəftiz olunan zaman vəftizin nə olduğunu heç bilmirdim. Mən elə fikirləşmişdim ki, vəftiz sadəcə olaraq daxilimizdə baş verən dəyişikliyi zahirən göstərmək üçün etdiyimiz bir hərəkətdir. Düşünürdüm ki, suda vəftiz olunmaq sadəcə bir simvoldur. Bu səbəbdən də suda vəftiz olunanda gerçək güclü bir təəssürat ala bilməmişdim. Bunu yalnız sonradan əldə elədim
və bu haqda birazdan danışacağam. Beləliklə, öz təbliğ etmək tərzimi, kəlamın suda vəftiz barədə dediklərinə uyğun dəyişdirdim. Nəticədə, indi suda vəftiz vasitəsilə azad olmuş insanların bölüşdüyü çoxlu şəhadətlər eşitmişəm. Bir müddət əvvəl İsveçdə olarkən, orada suda vəftiz haqqında danışmışdım. Qayıtdıqdan bir neçə gün sonra orada bir qız xilas oldu. O müqəddəs ruhla doldu və suda vəftiz olundu. Bu qızda anoreksiya xəstəliyi var idi. Belə ki, onun qida qəbul eləməklə problemi olurdu. Həmin qızı xilas ordusu hərəkatının üzvləri əvvəllər suda vəftiz eləmişdilər. Normalda onlar suda vəftizlə məşğul olmurdular. Lakin mənim dərsimdən sonra onlar kəlamın dediklərini icra eləməyə başladılar. Onlar qızı vəftiz elədikdən sonra baş verənlər haqqında bu şəhadəti mənimlə bölüşdülər. Vəftiz olunub sudan çıxan qız 2 metrə qədər yeridikdən sonra dayanıb arxaya çevrilir. Şəkil kimi bir görüntüdə qız özünün vəftiz vannasında uzandığını görür. Elə orada qida qəbulu xəstəliyi olan anoreksiyadan tamamilə azad olur. Qız oradan çıxdıqdan sonra tort və başqa təamlardan ibarət böyük bir şam yeməyi yeyir. O qız azad olmuşdu. Vəftizin insanları necə dəyişdirdiyinə dair çoxlu şəhadətlərim var. Suda vəftiz xilas olunmağın vacib bir hissəsidir. Mən indi bu barədə çox ətraflı danışacağam. Demək istəyirəm ki, bir müddət əvvəl Finlandiyadaydım. 2 gün öncə qayıtmışam. Bu həqiqətən möhtəşəm idi. Orada olan bir neçə insan sonradan mənə yazdılar. Onlardan biri yazdı. Birlikdə keçirdiyimiz vaxta görə təşəkkür eləyirəm. Bu mənim həyatımı dəyişən həftə sonu idi. Mən İsa ilə olan münasibətimdə o qədər də coşqulu olmamışdım. Lakin iman gətirdiyim gündən bəri onu var qüvvəmlə sevirəm. Ətrafımda da indi bunu görürəm. İnsanlarda ilk məhəbbət yenilənir. Sönmüş ocaq təkrar alovlanır. İnsanlar yenidən ruhlanırlar. Mən insanlardan çoxlu şəhadətlər eşidirəm. Bir nəfər həftə sonu baş verənləri təsvir eləmək üçün söz tapa bilmədiyi barədə yazır. Başqa birisi mənə yazır ki, mənim dərsimdən sonra 2 nəfər onunla telefonla əlaqə saxlayıblar. İndi onlar vəftiz olunmaq istəyirlər. O dedi, suda vəftiz olunmaq barədə belə cəsarətlə dediklərin çox möhtəşəmdir. Biz Finlandiyada olanda belə hərəkətlər edirdik. Bəzi görüşlər və dərslərimiz oldu. İnsanlar şəfa tapdılar və gələcək xidmətləri üçün kickstart aldılar. Bu Finlandiyada və həmçinin hər yerdə davam edir. Mən Hollandiyadan olan bir nəfərdən bunu eşitdim. Hollandiyaya getməzdən əvvəl orada küçələrə çıxıb bunu eləyən cəmi bir neçə adam var idi. Lakin indi bütün Hollandiya üzrə bunları eləyən 40-dan çox üzvü olan 4 fərqli komanda var. İnsanlar bunu təkcə şəfa vermək üçün eləmirlər. Onlar bunu həm də xilas və azadlıq üçün edirlər. Məhz bu səbəbdən bugünkü təlim çox vacibdir. Biz yalnız xəstələrə şəfa vermək üçün deyil, həmçinin müjdəni təbliğ eləməyə də çağırılmışıq. Bu təlim həm də ona görə vacibdir ki, kilsəyə gələn bir çox insanın İsa'ya qarşı ilk məhəbbəti itirilib. Onlarda sevgi yoxdur. Onların çoxunda sevgi heç vaxt olmayıb. Bəziləri isə onu itiriblər. Amma biz məhəbbətlə yanaraq yaşamağa çağırılmışıq. Biz Həvarilərin İşləri kitabında oxuduğumuz həyatı yaşamağa və İsa'nı sevməyə çağırılmışıq. Mən son dərsdə keçdiklərimiz haqqında bir qədər danışmaq istəyirəm. Bundan əvvəlki dərsimizdə mən tövbə barədə danışmışdım. Tövbə xilas olmaq üçün bir başlanğıcdır. Bunun vasitəsilə biz yeni ürək alırıq. Lakin yalnız tövbə və İsa'ya iman eləmək kifayət deyil. Biz həmçinin İsa'nın kəlamına itaat eləməli və suda vəftiz olunmalıyıq. Vəftiz olunarkən siz köhnə həyatınızı suda bastırırsınız. Lakin bu da kifayət eləmir. Siz müqəddəs ruhla da vəftiz olunmalısınız. Yalnız belə olduqda ruhun rəhbərliyi altında yeni həyat yaşamaq üçün sizə lazım olanı alırsınız. Beləliklə, biz xilas yolunu düzgün təbliğ eləməliyik. Xilas tək bir şeydən ibarət deyil. Xilas bir çox amilin toplusudur. Biz bu üç hissəni bir-birindən ayıra bilmərik. Beləliklə, yalnız Allaha inanmaq kifayət deyil. Eləcə də, yalnız Allaha və İsa'ya da inanmaq kifayət eləmir. Xeyr, Ata Allah, Oğul və müqəddəs ruh var. Bu üçlük arasında birlik var. Eyni zamanda bu üçlük, Ata Allah, İsa Məsih və müqəddəs ruh fərqli şəxslərdir. Bu, üç birlikdir. Eyni ilə tövbə, suda vəftiz və müqəddəs ruhu qəbul eləmək də üç fərqli hissədir.
Ancaq eyni zamanda biz onlardan təkcə birinə və ya ikisinə ümid bağlamamalıyıq. Xeyr, bizim üçün onların hər birini eyni gündə almağımız vacibdir. Erkən imanlılar cəmiyyətində bu adi qayda idi. Peter 50-ci gün bayramda vəz eləyərkən bu belə oldu. Yəni bunların hər biri eyni gündə olmalıdır. Bugün diqqətimizi suda vəftizə cəmləmək istərdim. Lakin bu mövzuya aid təlimimiz ayrı-ayrılıqda öyrədilə bilməz. Bundan öncə bizim tövbə haqqında dərsimiz olmuşdu. Daha sonra müqəddəs ruh haqqında dərsimizə də baxacaqsınız. Xilas haqqında danışarkən müjdəni necə paylaşdığımı göstərən 8-ci dərsdəki üsula baxa bilərik. Allah göyü və yeri yaratdı. Sonra insanı oraya yerləşdirdi. Orada həyat ağacı da var idi. İnsan əbədi yaşamaq üçün onun meyvəsindən yeyə bilərdi. Lakin onlar günah elədilər. Buna görə də bağdan qovuldular. Allah yaradılış kitabının əvvəlində dedi ki, həyat ağacının meyvəsindən yeyə bilməsinlər deyə onlar bağdan qovuldular. Həyat ağacının meyvəsini yesəydilər, onlar əbədi yaşayacaqdılar. Nəticədə günaha batmış insan və insanın körladığı günahlı dünya oldu. Müqəddəs Allah bunun belə olmasını istəmir. Qısa müddət sonra Allah yenidən Nuh və onun ailəsi ilə hər şeyi yenidən başladı. Allah bütün insanları məhv elədi və yeni bir dövrü başladı. Yalnız Nuh və onun ailəsi, bir də bəzi heyvanlar sağ qaldılar. Amma problem təkcə dünya ilə bağlı deyildi. Problem Nuhun daxilində və onun ailə üzvlərinin daxilində idi. Beləliklə, Nuh və onun ailəsi yeni dövrdə yaşamağa başlayandan sonra təzədən günah elədilər. Biz yenə də problemlə üzləşdik. Növbəti dəfə isə Allah başqa cür hərəkət elədi. Allah yeni insan yaratmağa başladı. O yeni göyü və yeri yaratmazdan öncə oraya yerləşdirəcəyi yeni insanı, yəni bizim daxilimizdə yeni bir varlığı yaradır. İsa da elə bunun üçün gəldi. İsa bizi günahlarımızdan xilas eləmək üçün gəldi. O, günah içində olan bizləri xilas eləmək üçün deyil, günahları bizdən ayırmaq üçün gəldi. Allah bizə yeni ürək verəndə bu baş verir. Sonra Allah bizi təmizlədi. Bizim günahlarımızı yuyub, qanundan azad elədi. Suda vəftiz barədə olan bu dərsdə mən bu haqda danışacağam. Sonra Allah bizə müqəddəs ruhu verdi ki, yeni həyatı yaşaya bilək. Yəni, yer üzündə biz müqəddəs ruhun rəhbərliyi altında yaşaya bilək. Bir gün Allah yeni göyləri və yeni yer yaradacaq. Yeni Yerusəlim də yer üzünə endiriləcək. Siz bu haqda müqəddəs kitabın son fəslində oxumusunuz. Ruhda yaşayan, pak olan bizlər bir gün əllərimizi uzadaraq həyat ağacının meyvəsini dərib yeyəcəyik. Beləliklə, biz daha qanuna tabe deyilik. Əsas məsələ müqəddəs ruhun rəhbərliyi altında yaşamaqdır. Növbəti dərsdə mən bu barədə daha ətraflı danışacağam. Beləliklə, suda vəftiz. Mənim keçmişim və ənənələrim vəftiz olunduğum Lüteran kilsəsi ilə bağlı idi. Mən dırnaq işarəsindən istifadə elədim. Bu, imanla yox, yalnız suda vəftiz ayini idi. Mən körpə ikən Lüteran kilsəsində vəftiz olunmuşdum. Ölkəmizdə demək olar ki, hər kəs elə mənim vəziyyətimdə idi. Amma indi bu, 50-cilər kilsəsi və başqa kilsələrdə də var. Mən inanıram ki, burada Lüteran kilsəsi çox güclü olduğu üçün, digər məzhəblərdəki bir çox insanlar vəftiz barəsində o qədər də qətiyyətli deyirlər. Yəqin ki, bununla insanları incitmək və problem yaratmaq istəmirlər. Beləliklə, 50-cilər və digər kilsələrdə də vəftizin yalnız bir ayin olması haqqında təlimlər var. Yəni, vəftiz bir rəmizdir. Daxilimizdə baş verənlərin sadəcə zahirdə göstərilməsidir. Danimarkada tövbə eləmiş və müqəddəs ruhu almış bir çox insanla tanış olmuşam. Lakin onlar suda vəftiz olunmayıblar. Onlar belə deyirlər. Mən bunu daha sonra edərəm. Kilsəmizdə bunu adətən il yarımdan sonra edirik. Bu, Həvarilərin İşləri kitabında yazılanlardan çox uzaqdır. Çünki Həvarilərin İşləri kitabında hər kəs müjdə və vəftiz haqqında eşidən kimi
dərhal həmin gün vəftiz olunurdular. Mən inanıram ki, biz Danimarkada və başqa yerlərdə öz keçmişimiz səbəbindən vəftizlə bağlı problem yaşayırıq. Biz insanları incitmək istəmirik. Xüsusilə ona görə ki, bizdə suda vəftiz ayinini icra edən katolik və reformist kilsələr də mövcuddur. Bu səbəbdən də başqa insanlar üçün bu barədə danışmamaq daha asandır. Amma bu çox yanlışdır. Bizə Baptist hərəkatının 1600-cü ildə başladığı dövrü anlamaq lazımdır. Həmin dövrdə bir çox insanlara suda vəftiz olunmaq təlimini almaq çox baha başa gəlib. Onlar bunun dəyərini öz canları ilə ödəmişdilər. Minlərlə insan suda vəftiz haqqındakı həqiqətlə bağlı öz imanlarına görə şəhid olublar. Bu səbəbdən minlərlə insan məhv oldu. Onlar reformist, katolik və kalvinist kilsələri tərəfindən öldürüldülər. Bir çox insan, biz öz imanımıza uyğun suda vəftiz edilməliyik. Körpənin başına su siləmək, vəftiz olunmaq deyil, həqiqətinə görə öldürüldü. Buna görə minlərlə insan həlak oldu. Amma indi elə bil ki, bunun heç bir mənası olmayıb. Lakin o insanlar üçün bunun mənası var idi. Həmçinin İsa və ilk məsihçilər üçün də bu vacib idi. Elə müasir dövrümüzdə də bunun əhəmiyyəti var. Gəlin görək İsa vəftiz haqqında nə deyir? Məgər İsa dedi ki, bunu yalnız istəsən eləyə bilərsən? Yaxud o, suda vəftizi hansı tərzdəsə xilasla əlaqələndirirdi? Gəlin biz Rəbbimiz İsa Məsihə baxaq. O, Yəhyanın 3-cü fəslində Allahın padşahlığına daxil olmaq üçün yenidən doğulmağınızdan danışır. O dedi, kim sudan və ruhdan doğulmasa, Allahın padşahlığına girə bilməz. Beləliklə, İsa deyir ki, əgər sən Allahın padşahlığına daxil olmaq və həyat ağacının meyvəsindən yemək istəyirsənsə, bunun üçün yenidən sudan və ruhdan doğulmalısan. Bugün heç kim belə danışmır. Heç kim sizin sudan və ruhdan yenidən doğulmağınızdan danışmır. Amma İsa bunu dedi. O bunu çox aydın dedi. Mən bu barədə başqa təlimlərin olduğunu da bilirəm. Yəni, bu anadan olarkən içində olduğunuz sudur. Ruh isə müqəddəs ruhu qəbul etdiyiniz zaman olandır. Amma belə mülahizələr müqəddəs kitabın öyrətdiyi təlim deyil. Çünki Mark 16-cı fəsil 15-16-da İsa belə deyir. İman eləyib vəftiz olan kəs xilas olacaq. İsa kiminsə təkcə iman eləməklə xilas olacağını söyləmədi. O deyir ki, iman eləyib vəftiz olan kəs xilas olacaq. Beləliklə, suda vəftiz barədə danışarkən İsa radikal sözlərdən istifadə eləyib. Bəs Peter? Gəlin baxaq, Peter bu barədə nə deyib? O yazdığı məktubunda Nuh, daşqın və orada baş verənlər haqqında danışır. Peter bu təsvirdən istifadə eləyir. Vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Beləliklə, Peter bu şəkildən istifadə edərək suda vəftizin elə bugün sizi xilas elədiyini deyir. Müqəddəs kitabda istifadə edilən başqa bir şəkil isə İsraillilərin Qırmızı dənizi keçdikdən sonra bütün Misirlilərin dənizdə dəfn edilməsi səhnəsidir. Yəni, elə bu da xilas idi. Bu, Musanın vəftiz olunmasının şəklidir. Lakin Peter suda vəftiz olunma haqqında belə dedi. İndi İsa Məsih vasitəsilə vəftiz bizi xilas eləyir. Həvarilərin İşləri kitabında Peter bəyan eləyərək belə deyir. Tövbə eləyin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq. Sonra oxuyursunuz ki, Rəbb İsa hər gün insanları xilas eləyir və imanlılara qoşurdu. Elə bu səbəbdən 50-ci gün bayramında Peter ayağa durub dedi ki, biz tövbə eləyib vəftiz olunmalıyıq. Nəyə görə? Günahlarımız bağışlanması üçün. Daha sonra oxuyuruq ki, insanlar xilas olmaq üçün bundan istifadə edirdilər. Onlar tövbə eləyir, suda vəftiz olunur və müqəddəs ruhu alırdılar. Müqəddəs kitabda xilas haqqında bu cür danışılır.
Biz suda vəftizdən danışarkən bir çox reformist kilsələrdə bu barədə problem yaranır. Onlar deyirlər, xeyr, yalnız iman, əməllər yox, yalnız iman. Mən demək istəyirəm ki, əgər siz belə fikirləşirsinizsə, deməli, həqiqətən imanın nə olduğunu başa düşməmisiniz. İman itaətdir. Əgər İsa'ya inanırsansa, tövbə edirsən. Əgər İsa'ya inanırsansa, vəftiz olunursan. Əgər İsa'ya inanırsansa, müqəddəs ruhu alırsan. İman İsa'nın dediklərinə inanmaqdır. Bu sadəcə bir vaxtlar yaşamış insana inanmaq demək deyil. İsa da elə bu haqda danışırdı. Lakin bugün elə insanlar var ki, xeyr, biz artıq qanunun altında deyilik. İndi yalnız lütf var. Biz əməllərə qayıtmamalıyıq. Bu imandır, deyərkən Qalatiyalıların kitabından istifadə eləyirlər. Lakin Qalatiyalılara məktubunda Paul həmçinin bunu da deyir. Siz hamınız Məsih İsa'ya olan iman vasitəsilə Allahın övladlarısınız. Çoxları ilə burada dayanır. Lakin növbəti ayədə o deyir. Vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. Başqa bir ayədə də Paul belə deyir. Vəftizdə onunla birlikdə dəfn edildiniz və onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə onunla birlikdə dirildiniz. Beləliklə, Paul təxminən bunları deyir. Biz vəftizdə İsa ilə birlikdə dəfn edilmişiksə, elə vəftizlə də Məsihlə birlikdə diriləcəyik. Paul xilas olanda onu vəftiz edən Xananiya dedi, qalx vəftiz ol və onun adını çağıraraq günahlarını yu. Beləliklə, müqəddəs kitabdan oxuduğumuz ayələr bunları açıqlayır. Vəftiz Allahın padşahlığına daxil olmağa gətirir. Vəftizin xilasla əlaqəsi var. Yəni, vəftiz sizi xilas eləyir. Vəftiz günahların bağışlanmasıdır. Vəftiz xilas eləyir. Vəftiz Məsihə bürüyür. Vəftiz Məsihlə dirildir. Müqəddəs kitab vəftizdən danışarkən məhz bunları nəzərdə tutur. Bu sözlər günahlarınızın yuyulması anlayışı ilə birlikdə istifadə olunur. Bu, sizin öz istəyinizlə edə biləcəyiniz bir işdən daha böyük bir işdir. Bu sadəcə ayin olmaqdan daha böyükdür. Məncə, problemimiz bizdə Yunan düşüncə tərzinin olmasıdır. Biz şeylər haqqında belə düşünürük. Bu ruhanidir. Bu isə ruhani deyil. Ancaq belə düşünməməliyik. Çünki fiziki şeylər bizə ruhani təsir göstərə bilər. Bağdakı həyat ağacı bir ağac idi. Bağdakı xeyir və şər ağacı sadəcə bir ağac idi. Lakin meyvəsindən dadanlara ruhani təsir elədi. Ünsiyyət bizim elədiyimiz fiziki bir şeydir. Lakin bu hələ də həyatımızda öz ruhani təsirini göstərir. Siz bunu müqəddəs kitabda görürsünüz. Məncə, bugün qərbdəki problemimiz fiziki şeylərin ruhani təsir göstərə biləcəyini başa düşməməyimizdir. Su necə xilas eləyə bilər? Su necə günahların bağışlanması ola bilər? Su Məsihə necə bürüyə bilər? Su necə dəfn eləmə və Məsihlə birlikdə dirilmə ola bilər? Su günahları necə yuya bilər? Deməli, fiziki şeylərin ruhani təsiri var. Yəhudilər üçün anlaşılandı. İlkin imanlılar cəmiyyətində bunu anlayırdılar. Buna görə də müjdəni vəz eləyərkən onların vəzlərini eşidənlər belə cavab verirdilər. Budur, su var. Mən vəftiz oluna bilərəm. Lap elə Filip kimi. Həvarilərin işləri kitabında Filip haqqında oxuyuruq. Filip sözə başlayıb danışdı. İsa barədə olan müjdəni bəyan elədi. Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəm ağası dedi, burada su var. Mənim vəftiz olunmağıma nə isə mane olurmu? Filip ondan iman elədiyini soruşdu. Əgər inandınsa, onda vəftiz olun. Maraqlıdır ki, burada Filipin nə vəz elədiyini oxumursunuz. Lakin buna hansı cavab verildiyini oxuyuruq. Mən vəftiz oluna bilərəmmi? Belə cavab alan təkcə Filip deyildi. Xananiya, Paul yanına gələndə Paul ondan soruşdu. Mən vəftiz oluna bilərəmmi? 50-ci gün bayramında Peter vəz eləyəndə onlar buna vəftiz olunmaqla cavab verdilər. Paul Efesə gəlib, oradakı insanlarla görüşəndə onlar cavab olaraq vəftiz olundular.
Həvarilərin İşləri kitabında hər dəfə onlar müjdəni təbliğ eləyərkən buna cavab həmişə vəftiz idi. Bu günahların bağışlanması üçün mən elə indi tövbə elədim və ya indi mən imanlıyam kimi dualar deyildi. Xeyr, bu həmişə vəftiz idi. Lakin biz sözləri kontekstdən çıxarırıq. Həvarilərin İşləri kitabında sual verən zindan nəzarətçisi haqqında oxuyuruq. Xilas olmaq üçün nə eləməliyik? Onlar isə belə dedilər: İsa Məsihə inan, sən və ailən də xilas olacaq. Biz burada dayanırıq. Lakin növbəti ayələri oxuduqda görürük ki, sonra onlar nəzarətçinin evinə getdilər. Müjdəni onlara vəz elədilər və bunu qəbul edənlərin hamısı vəftiz olundular. Bugün bizim eləməli olduğumuz iş elə bu olmalıdır. Biz müjdəni vəz eləyərkən yalnız tövbəni deyil, suda vəftiz olunmağı da vurğulamalıyıq. Məsələn, biz müjdəni vəz elədikdən sonra insanlar buna cavab kimi suda vəftiz olunmaqdan imtina edirlər. Onda bunun müqəddəs kitabdakı müjdə olmadığına əmin ola bilərsiniz. Bu haqda düşünərkən onun nə qədər təhlükəli olduğunu görürsünüz. Siz nə qədər toplantıda olmusunuz? Neçə toplantıda siz və mən kiminsə müjdəni vəz elədiyini eşitmişik. Yəni, neçə dəfə onlar müjdəni elə bölüşürlər ki, nəticədə insanlar, mən vəftiz olmaq istəyirəm cavabını verirlər. Bir çox insanlar üçün bu nadir haldır. Çoxları bütün həyatları boyu belə bir müjdəni heç vaxt eşitməyiblər. Yəni, elə bir müjdə ki, insanlar ona vəftiz olunmaq istəyi ilə cavab verib və dərhal da vəftiz olunsunlar. Heç vaxt. Sonra isə özümüzdən soruşuruq. Kilsədə həyat hardadır? Güc, azadlıq və Həvarilərin İşləri kitabında oxuduqlarımız haradadırlar? Cavab budur ki, bugün bütün bunlar yoxdur. Biz Həvarilərin İşləri kitabında göstərildiyi, onların qurduqları təməl üzərində tikmirik. Biz eyni müjdəni təbliğ eləmirik. Biz İsa'nın verdiyi, gedib şagird hazırlamaq və onları vəftiz eləmək əmrinə itaət eləmirik. Siz bunu görürsünüzmü? İndi sadəcə dayanıq və bu barədə düşünmək çox yaxşı olar. Əgər sizinlə paylaşdıqdan sonra da bunu görə bilmirsinizsə, Həvarilərin İşləri kitabını götürün və başdan axıra qədər oxuyun. Onda görəcəksiniz ki, bu həmişə suda vəftiz olub. Bu həmişə eyni gün baş verib. Özü də hər zaman bu çox aydın idi. İndi biz özümüzə belə sual verməliyik. Biz adət-ənənələrimizin üzərində qurmağa davam eləyəcəyik, yaxud Allahın kəlamı üzərində quracağıq. Mən dəfələrlə demişəm ki, bir gün siz nə Papanın, nə də Lüterin qarşısında durmayacaqsınız. Heç bir kəsin qarşısında durmayacaqsınız. Siz yalnız İsa Məsihin önündə dayanacaqsınız. Əgər onu Rəbb adlandırıb, lakin müjdəni suda vəftiz olunmaqla birgə təbliğ eləmirsinizsə, düşünürəm ki, o sizə deyəcək, niyə məni Rəbb adlandırırsan, lakin əmrimi yerinə yetirmirsən? Təbii ki, bir çoxumuz öz mühitimizə görə bunu belə görmürük. Əvvəlcə mən də bunu görmürdüm. İlk vaxtlar müjdəni vəz eləyərkən, mən də insanları vəftiz eləmirdim. Mən də Lüteran ölkəsindən olduğum üçün insanları incitmək istəməmişəm. Beləliklə, yazdığım ilk kitab vəftiz haqqında deyildi. Mən o kitablarda vəftizdən danışmadım. Niyə? Çünki mən eynək taxmışdım. Bəli. Amma sonradan vəftizin mənasının nə olduğunu gördüm. Əvvəllər heç vaxt hiss eləmədiyim bir sərbəstlik yaşadım. İndi bu barədə danışacağam. Bu haqda öyrədəcəyim dərsdə keçməzdən öncə mən dua eləmək istəyirəm. İndi öyrədəcəyim təlim eynəklərimizə çox zidd olacaq. Dua eləyirəm ki, bu bir vəhy olsun. Bu mənə açıqlananda əvvəllər heç vaxt hiss eləmədiyim bir azadlığı yaşadım. Allahım, bu günə, bu təlimə və kəlamına görə sənə şükür eləyirəm. Sənə təşəkkür eləyirəm. Dua eləyirəm ki, bu insanlar üçün bir vəhy olub, onların gözlərini açsın və onlar azad olsunlar. Səninlə tamamilə yeni bir həyat yaşasınlar. Dua eləyirəm ki, bu təlimdəki kəlam onu qəbul edənlər azad eləsin. Sən öz müqəddəs ruhunla gələcək və bu dərs vasitəsilə işləyəcəksən. Özü də bu, onların həyatında sadəcə sözlər olmayacaq. Bu, onları azad eləyib və tamamilə yeni bir şey başlayacaq, vəhy olacaq. Odur ki, bu sözü bölüşməkdə mənə kömək elə. Öz müqəddəs ruhunla gəl və onların gözlərini aç ki,
insanlar bunu İsa Məsihin adı ilə qəbul eləsinlər. Vəftiz haqqında gedən söhbətin günahla əlaqəsi var. Xilasda olan hər şey günahla əlaqəlidir. İsa bizi günahlarımızdan xilas eləmək üçün gəldi. Şagirdlik və azadlıq haqqında bir şey oxumaq istəyirəm. İsa Yəhyənin müjdəsi 8-ci fəsildə maraqlı bir şey söylədi. Əgər siz mənim sözümə sadiq qalsanız, həqiqətən mənim şagirdlərimsiz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad eləyəcək. Beləliklə, o yəhudilərə deyir ki, əgər mənim sözümdə qalsanız, həqiqəti biləcəksiniz və həqiqət sizi azad eləyəcək. Lakin onlar isə belə cavab verdilər. Biz İbrahimin nəslindənik, heç kəsə, heç vaxt kölə olmamışıq. Bəs sən niyə azad olacaqsınız deyirsən? Demək istəyirəm ki, mən azadlığa çıxmamışdan əvvəl köləlikdə olduğumu görmürdüm. İsa'nın burada danışdığı azadlığa çıxanda əvvəllər kölə olduğumu gördüm. Elə mən də onlar kimi deyirdim. Biz heç kimə kölə deyilik. Necə deyə bilərsən ki, biz azad edəcəksən? Amma İsa belə davam edir. Doğrusunu sizə deyirəm. Günah eləyən hər kəs günahın köləsidir. Kölə evdə daim qalmaz. Oğulsa daim qalar. Buna görə də əgər oğul sizi azad eləsə, həqiqətən də azad olacaqsınız. Beləliklə isə azad olacaqsınız deyərkən nədən danışır? O günahdan danışır. İsa deyir ki, günah eləyən hər kəs günahın köləsidir. Bu cazibə kimidir. Cazibə qanunu var. Həmçinin günah qanunu da var. Bəli, günah və ölüm qanunu var. Həmçinin cazibə qanunu da var. Bizim indicə istifadə elədiyimiz 10 əmr qanunu da var. Bu, Musanın gətirdiyi qanundur. Qanunun müxtəlif funksiyaları var. Cazibə obrazından istifadə eləmək istəyirəm. Bu, elə cazibə qanunu oxşardır. Mən bu eynəyi götürüb, onu yerə atıb deyirəm ki, uç. Eynək aşağı düşəcək. Uç, yəni yerə düşəcəkdir. Uç deyirəm. Amma yenə aşağı düşür. Hər şeyi aşağı düşməyə vadar eləyən cazibə qanunu var. Mən cazibə qanununa inanmıram desəm, sizcə onda nə baş verəcək? Eynək yenə də yerə düşəcək. Cazibə qanunu mənim imanımdan heç cür asılı deyil. Cazibə qanunu sadəcə mövcuddur. İsa dedi ki, günah eləyən hər kəs günahın köləsidir. Bu, siqaret çəkməyə bənzəyir. Əgər siqaret çəkməyə başlamısansa, hələ siqaretin köləsi deyilsən. Amma siqaret çəkməyə davam eləsən, siqaretin köləsinə çevrilirsən. Çünki siz kiməsə məxsus olduqda kölə olursunuz. Siz azad deyilsiniz. Çünki kiminsə köləsisiz. Demək istəyirəm ki, mən orada tövbə elədim. Keçən dəfə də danışdığım kimi, müxtəlif vəziyyətlərdə özümü azad hiss eləyirdim. Mən bu coşqu halında idim. Şükür, mən azadam. Amma səmimi desəm, digər tərəfdən özümü azad hiss eləmirdim. Müəyyən mənada özümü hələ də kölə kimi hiss eləyirdim. Elədiyim çox işlərin əksəriyyətini əlbəttə ki, dayandırmışdım. Mən yeni ürəyimi duyurdum. Amma hələ də həyatımın başqa sahələrində olan bəzi şeylər qalmışdı. Bunlar mənim həyat haqqında olan düşüncələrim, arzularım və bəzi xırda şeylər idi. Bu sahələrdə özümü pis hiss eləyir. Təkrar düşünürdüm. Burada özümü azad hiss eləmirdim. Bu hisslərimi təsvir eləmək üçün ən yaxşı hissə Romalılara 7-ci fəsildir. Burada Paul elə buna oxşar olanı deyir. Biz bilirik ki, qanun ruhanidir. Yəni, biz qanunun ruhani olduğunu bilirik. Bu, cazibə qanununa bənzəyir. Yəni, o mövcuddur. Mənsə cismani olub qul kimi günaha satılmışam. Nə iş gördüyümü anlamıram. İstədiyimi deyil,
nifrət etdiyim şey eləyirəm. Əgər istəmədiyimi eləyirəmsə, onda təsdiq eləyirəm ki, qanun yaxşıdır. Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır. Çünki yaxşı şey eləmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şey eləyirəm. Əgər istəmədiyim şey eləyirəmsə, onda artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. Paul bunları deyir. Burada o deyir, cismani olub qul kimi günaha satılmışam. Sonra o belə deyir, nə iş gördüyümü anlamıram, istədiyimi deyil, nifrət elədiyim şey eləyirəm. Daha sonra isə belə deyir, artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. Burada çox yaxşı təsvir edilmiş hissləri, həyatımın bəzi sahələrində mən də yaşamışam. Bu ayə demək olar ki, Yəhya 3:16 ayəsində yazılanlarla eynidir. Bu insanların ən yaxşı bildiyi ayələrdən biridir. Mən xristianlarla söhbət elədikdə bu ayədən təkrar istifadə edirlər. Bu ayə sitat gətirmək, əzbərləmək, oxumaq, haqqında kitablar yazmaq üçün çox məşhurdur. Bilirsiniz, sizə bunu demək istəyirəm. Deyək ki, bir ayə təkrar sitat gətirilir. Lakin bu onun sitat gətirilməyən digər ayələrdən heç də daha dəyərli və ya daha vacib olması demək deyil. Bugün kilsədə mövcud olan problem nədir? Biz həqiqətən çox uzun bir məktub olan Romalılardan fəsillər və ayələr götürürük. Yəni, onun 7-ci fəslindəki bir ayəni kontekstdən çıxararaq oxuyub bu cür deyə bilərik. Baxın, Paul bunu deyir. Deməli, elə belə də olmalıdır. Lakin ilk məsihçilərin müqəddəs kitabında fəsil və ya ayə yox idi. Onlar mətni başqa cür oxuyurdular. Onların bu məktubu oxumaq barədə anlayışı bizim bugünkü anlayışımızdan fərqli idi. Bu səbəbdən biz Allahın kəlamı barəsində çox şeyi doğrudan da başa düşmürük. Bu, xüsusilə elə həmin ayəyə aiddir. İsa burada deyir, günah eləyən hər kəs günahın köləsidir. Kölə evdə daim qalmaz, oğulsa daim qalar. Paul isə deyir, cismani olub qul kimi günaha satılmışam. Digər tərəfdən, İsa burada belə deyir, əgər oğul sizi azad eləsə, həqiqətən də azad olacaqsınız. Sən artıq qul deyilsən, oğulsan. Paul isə deyir, cismani olub qul kimi günaha satılmışam. İsa'nın və Paulun dedikləri bir-birinə zidd görünə bilər. Həmçinin, bunlar kəlamda yazılanların da tam əksi kimi görünür. Çox illər əvvəl mən bunu araşdırmağa başladım. Bu, mənim gözlərimi açdı. Həmçinin, bu yeni bir başlanğıc oldu. 2000-ci ildə başıma gələnlər haqqında öz şəhadətimi bölüşməzdən əvvəl biz buna baxacağıq. Paul dedi, cismani olub qul kimi günaha satılmışam. Romalılara 7-ci fəsildə Paul deyir ki, günahı o eləmir, onda yaşayan günah bunu eləyir. Amma gəlin Romalılara 6-cı fəsilə baxaq. Yadda saxlayaq ki, Paul məktubunu yazanda məktubun fəsil və ayələri yox idi. Yəni, Romalılara 6 və 7 yox idi. Biz bunu tamamilə unuduruq. Lakin Paulun bundan əvvəl yazdıqlarına baxsaq görəcəyik ki, o Romalılar 6:2-də deyir, biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik? Sonra o bunu dedi, günahlı bədənin aradan qaldırılması üçün daha günaha qul olmayaq deyə köhnə mənliyimiz onunla birlikdə çarmıxa çəkildi. Ölmüş adam günahdan azad olub. Paul bu hissədə sanki əvvəl oxuduğumuzun əksini deyir. Əvvəlki hissədə o deyir, qul kimi günaha satılmışam. Burada isə o deyir,
günaha qul olmayaq deyə biz günaha münasibətdə ölmüşük. Beləliklə, o bu cür davam eləyir. Sonra isə Paul Romalılar 6:8-də deyir, əgər Məsihlə ölmüşüksə, onunla yaşayacağımıza da inanırıq. Paul 12-ci ayədə deyir, ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq eləsin və siz də bədəninizin ehtiraslarına itaət eləyəsiniz. 14-cü ayədə o deyir, günah sizə hökmranlıq eləməyəcək, ona görə ki, siz qanun altında deyil, lütf altındasınız. Paul davam eləyir. 17, 18 və 20-ci ayələrdə o yazır. Əvvəllər günahın qulları olduğunuz halda ürəkdən itaət elədiniz. Beləcə, günahdan azad olub salihliyin qulu oldunuz. Siz günahın qulları olanda. Paul bu barədə danışmaqda davam eləyir. Paul günahdan azadlıq barədə danışır. Deyir ki, siz artıq günahın qulu deyilsiniz. Günahdan azad oldunuz. Günah artıq sizin bədəninizdə hökmranlıq eləmir. Siz artıq günaha tabe deyilsiniz. Əvvəllər siz günahın qulu idiniz, amma daha onun qulu deyilsiniz. İndi siz artıq günahdan azadsınız. Sonra o 22 və 23-cü ayələrdə deyir, İndi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır. Günahın əvəzi ölümdür. Allahın ənamı isə Rəbbimiz Məsih İsa'da olan əbədi həyatdır. Gəlin bunu araşdıraq. Paul bir ayədə deyir, cismani olub qul kimi günaha satılmışam. O bunu yalnız bir yerdə deyib. Lakin kilsələrdə olan hər kəs bu ayəni istat gətirir. Həmin ayəni hamı bilir. Amma Paul bu sözlərdə dedi, günaha münasibətdə ölmüşük, daha günaha qul olmayaq. Ölmüş adam günahdan azad olub. Qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq eləsin. Günah sizə hökmranlıq eləməyəcək. Əvvəllər günahın qulları idiniz, indi isə azadsınız. Günahdan azad oldunuz. Artıq azad olmusunuz. İndi günahdan azadsınız. O bunu 1, 2, 3, 4, 5, 6, 7 dəfə təkrarlayır. Paul burada əvvəl dediyinin tam əksini söylüyor. Bir neçə il əvvəl həyatımda çox azlıq hiss eləyirdim. Mən həqiqətən də daha çoxunu istəyirdim. Məyus olmuşdum. 6 il idi ki, xristiyan idim, amma heç vaxt xəstələrə şəfa verməmişdim. Mən heç zaman cinləri qovmamışdım. Heç kimi Məsihə gətirməmişdim. İndi elədiyim işləri heç vaxt eləmirdim. Həyatımdan çox məyus idim. Və özümü günaha satılmış bir kölə kimi hiss eləyirdim. Məndə Allaha qarşı acılıq hissi var idi. Ona görə də 40 gün oruç tutmağa başladım. Düzünü desəm, mən şəfa vermək, xilas görmək istədiyim üçün oruç tutdum. Mən Allah tərəfindən idarə olunmaq istəyirdim. Həvarilərin işləri kitabında oxuduğum həyatı yaşamaq istəyirdim. Həyatımda gücün olması üçün, gücdə hərəkət eləmək üçün oruç tutdum. Əlbəttə, Allah bunu mənə verdi. Ancaq bu heç də mənim düşündüyüm kimi başlamadı. Mən düşünürdüm ki, güc əldə elədikdən sonra böyük hadisələr yaşayacağam. Xeyr, Allah mənimlə başqa yolla işləyirdi. İlk öncə Allah məni günahdan azad elədi. Allah mənə özünün müqəddəs olduğunu göstərdi. Günahdan azadlığı mənə öyrətdi. O mənə günah, müqəddəslik və Allah qorxusunu öyrətdi. Allah mənim daxilimdə müxtəlif üsullarla işləməyə başladı. Mənim bu barədə Sağlam Təlim adlı bir kitabım da var. Siz onu internet saytım və ya Amazondan tapa bilərsiniz. Mən kəlamı öyrənirdim. Allah isə mənim üzərimdə işləyirdi. Bir gün mən Romalılara 6, 7 və 8-ci fəsilləri araşdırmağa başladım. Bu barədə mən növbəti dəfə danışacağam. Romalılara 6, 7 və 8-ci fəsilləri tədqiq eləyərkən özümü Romalılara 7-ci fəsildəki adam kimi hiss eləyirdim. Sonra isə Allah mənə Romalılara 7-ci fəslin nə barədə olduğunu göstərməyə başladı. Bir dəfə mənimlə bir hadisə baş verdi. O günü heç vaxt unutmaram. 18 il əvvəl necə xilas olduğumu xatırlayıram.
Xilas olmağım o qədər güclü idi ki, indiyə kimi yadımdadır. 18 il əvvəl tövbə elədim. Xilas olunduğuma heç şübhə eləmirdim. Çünki güclü təcrübə yaşamışdım. Lakin Romalıları bu fəsilləri araşdıranda Allah mənim gözlərimi açdı. Bu zaman o qədər güclü bir təcrübə yaşadım ki, sanki yenidən xilas oldum. İkinci dəfə bunu yaşadığım zaman öz-özümə düşünürdüm. Birinci dəfə mən həqiqətənmi xilas olmuşdum? Mən bu barədə düşünürdüm. Birinci dəfə mən həqiqətənmi xilas olmuşdum? Bu həyatımda çox fərqli bir təcrübə idi. İndi 12 il sonra bu hələ də mənim həyatımda fərqli bir şeydir. Nə baş verdi ki, mən Romalıları 6, 7 və 8-ci fəsilləri tədqiq eləyirdim. Allah mənə Romalılara 7-ci fəslin nə haqqında olduğunu göstərməyə başladı. Bir gün Romalılara 6:14 oxudum. Günah sizə hökmranlıq eləməyəcək. Ona görə ki, siz qanun altında deyil, lütf altındasınız. Yadımdadır ki, mən kompüterimdə müqəddəs kitabı oxuyurdum. Müqəddəs kitabın kompüterdəki mətninə baxırdım. Mən bu ayələri oxuyanda onlar mənim ruhumu canlandırdı. Mən uca səslə nida elədim. Əla! Bu barədə düşünərək ayağa qalxdım. Öz-özümə təkrar eləyirdim. Günah sizə hökmranlıq eləməyəcək. Günah sizə hökmranlıq eləməyəcək. Mən daha qanun altında deyiləm. Mən azadam. İndi mən azadam, azadam. Mən öz otağımda bu sözləri deyirdim. Əllərimi Allaha tərəf qaldırıb dedim. Allahım, mən azadam. Mən daha qanun altında deyiləm. Mən azadam. Əllərimi Allaha tərəf qaldırıb deyirdim. Mən azadam, Allahım. Mən azadam. Elə o andan etibarən mən azadam. Heç kim mənim üçün dua eləmədi. Amma o an mən günahdan azad oldum. Mən azad oldum. Günaha gəldikdə isə o cazibə qanunu kimidir. Bəli, günah və ölüm qanunu cazibə qanunu kimidir. Günaha qalib gəlməyə çalışırdım, amma bacarmırdım. Günaha qalib gəlməyə çalışırdım, amma bacarmırdım. Günaha qalib gəlməyə çalışırdım, amma yenə də bacarmırdım. Qanundan, günah və ölüm qanunundan, ölüm və günahdan azad olandan sonra tam azad oldum. O vaxtdan bəri mən daha günahla mübarizə aparmıram. Günahdan azad oldum. Əvvəllər heç vaxt belə azad yaşamamışdım. Sanki həyatımda məni tutub saxlayan son zəncir qırıldı. Daha özümü təqsirkar hiss eləmədən azad yaşayırdım. Daha özümü mühakimə eləmirdim. Özümün tamamilə müqəddəs, günahsız olduğumu demirəm. Bəzən səhv eləyəndə özümə deyirdim, hə, bu səhvdir. Düzdür, bu səhvdir. Sadəcə, daha bunu eləmirdim. Bununla bağlı mühakimə də hiss eləmirdim. Həyatımı yaşamağa davam eləyərək daha özümü təqsirkar hiss eləmirdim. Mən bununla bağlı mühakimə hiss eləmirdim. Kim bunu yaşamayıbsa, nədən danışdığımı anlaya bilməz. Ancaq bunu yaşayan kəslər nə dediyimi dəqiq bilirlər. Mən günah üçün ölü oldum. Mən qanun qarşısında ölü oldum. Günahdan xilas oldum. Günahlarım bağışlandı. Artıq mən Məsihə bürünmüşəm. Məsihlə birlikdə dirilmişəm. Günahlarım yuyuldu. Hər şey dəyişildi. Mənə deyirlər, Torben, sən burada vəftizdən danışırsan. Sonra isə deyirsən ki, vəhy almısan. Bəli, mən vəftizin mənası haqqında bir vəhy aldım. Romalılara 6-cı fəsildə vəftizdən bəhs eləyir. Amma o zaman mən bunu bilmirdim. Romalılara 6-cı fəsil məhz bundan başlayır. Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə onun ölümü ilə birləşdik? Deməli, vəftiz olunub onun ölümü ilə birləşməklə biz də onunla birgə dəfn olunduq. Belə ki, atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi, biz də həmin cür yeni həyat sürək.
Biz İsa Məsihlə vəftiz olunduq, öldük və dirildik. Məhz bundan sonra biz yeni bir həyat yaşaya bilərik. Vəftizin mənası budur. Amma mən vəftiz olunanda bunu bilmirdim. Bilmirdim ki, suda vəftiz sadəcə bir simvol deyil. İndi bilirəm ki, suda vəftiz bizi qanundan azad eləyir. Siz Məsihlə birlikdə günah üçün öldünüz və Məsihlə birlikdə yeni həyat üçün dirildiniz. Artıq qanun altında deyilsiniz. Siz günah və ölüm qanunu altında deyilsiniz. Qanun sizin həyatınızı qırır. Siz günahın qulu olmamalısınız. Çünki oğul sizi azad eləyəndə siz həqiqətən azad olursunuz. Siz artıq qul deyilsiniz. Siz daha Paulun təsvir elədiyi günahın köləsi deyilsiniz. Mən buna bir qədər sonra qayıdacağam. Mən bunu biləndən sonra bu haqda öyrətməyə başladım. Mənimlə işləyən çox yaxşı bir dostum var. O tövbə elədi və müqəddəs ruhun vəftizini aldı. Əvvəl o, Lüteran kilsəsindən olduğu üçün suda vəftiz olunmamışdı. O da mənim kimi günahla mübarizə aparırdı. O, çox sərbəstliklə dillərdə danışır, dua eləyir və oruç tuturdu. Həyatında qalmış son şeydən, günahdan qurtulmaq üçün hər şey etməyə çalışırdı. Onun natəmiz fikirləri və yuxuları olurdu. O, bu sonuncudan heç cür canını qurtara bilmirdi. Amma sonra internetdə mənim vəftiz barədə bəzi təlimlərimə rast gəldi və mənimlə əlaqə saxlayıb dedi, mən vəftiz olunmalıyam. O, suyun altına gedəndə günah üçün öldü. Sudan çıxdıqda isə günahdan azad oldu. Su vəftizindən sonra azadlığı mən yalnız vəhy alandan sonra yaşadım. O isə vəftiz olunduqdan dərhal sonra yaşadı. Nə üçün? Çünki bu belə olur. Su vəftizinin mənasını başa düşmədiyimə görə mən azad deyildim. Əminəm ki, ilk imanlılar cəmiyyətində bunları aydın öyrədirdilər. Onlar vəftizin nə olduğunu bilirdilər. Su vəftizi bir simvoldan daha böyük bir şey idi. Onlar bunu bildikləri üçün insanlar vəftiz olunduqdan sonra dərhal azad olurdular. Onlar günahdan qurtulurdular. Onlar Məsihə bürünüb qanun üçün ölürdülər. Görürsüz, vəftizin mənası budur. Suda vəftiz sadəcə bir simvol deyil, bu azadlıqdır. Siz suda vəftiz olmasanız, bu həyatı yaşaya bilməyəcəksiniz. Mən indi sizə daha bir maraqlı əhvalat danışacağam. Bu yaxında Amerikalı dostum Don ilə danışırdım. O, Avropadan fərqli olan bir mühitdəndir. Bizim burada Lüteran mədəniyyətimiz var. Bir sözlə, Don tövbə elədi və suda vəftiz olundu. Bu dərsdə barəsində danışdığım azadlığı o, müqəddəs ruhla vəftiz olunduqdan sonra həqiqətən ilk dəfə yaşadı. Bəs bu necə baş verdi? Deməli, bu üç şey nə cürsə birlikdə işləyir. Suda vəftiz. Çünki bu günahdan azadlıqdır. Bu dərsdə necə azad olduğunu izah eləyirəm. Növbəti dərsdə Romalılara 8-ci fəsil və azad həyat barədə danışacağıq. Məndə hər şey var idi. Lakin mənim vəftizin mənasına dair vəhyə ehtiyacım var idi. Dostumda həm tövbə, həm müqəddəs ruhla vəftiz var idi. Lakin o hələ su ilə vəftiz olunmamışdı. Suda vəftiz olunandan sonra o azad oldu. Digər dostum Donda isə tövbə, suda vəftiz var idi. Amma müqəddəs ruh ilə vəftiz yox idi. Ruhu alandan sonra Don azad oldu. Bunların hər biri vacibdir. Təsəvvür eləyin ki, 3 kəndir sizi günahda bağlı tutub saxlayır. Tövbə eləyəndə kəndirin biri gedir. Lakin siz hələ azad deyilsiniz. Çünki sizdə hələ 2 kəndir qalır. Dostum müqəddəs ruhla vəftiz olunsa da, hələ suda vəftiz olunmamışdı. O suda vəftiz olunandan sonra sonuncu kəndir də qırıldı. İndi o, Romalılara 8-ci fəsildə təsvir edilən azadlıqda yaşaya bilir. Lakin əziz dostum Don
Suda vəftiz olunub, tövbə eləsə də, yalnız müqəddəs ruhu alandan sonra azadlıqda yaşamağa başladı. Məndə isə bunların üçü də var idi. Amma bunların mənasını mənə açıqlayan vəhim yox idi. Həmin vəhiyi aldıqdan sonra mən azad yaşaya bildim. Məndə Lüteran mühitinin eynəkləri var idi. Lüteranlara biz daim suda vəftiz haqqında danışmalıyıq. Lüteran kilsəsində çoxları tövbə eləyib, müqəddəs ruhu alsalar da, suda vəftiz olunmayıblar. Biz onlara su vəftizi barədə danışmalıyıq. Bəs başqa ölkələrdə vəziyyət necədir? Orada tövbə və suda vəftiz olsa da, onların gözlərini açan, onlara vəhy verən müqəddəs ruhu almayıblar. Buna görə də biz burada təsvir edildiyi kimi yaşaya bilmirik. Çoxları hələ də belə yaşayırlar. Gözlərimi həqiqətə açan daha bir şey var. Keçən dəfə mən günahkar deyil, müqəddəs olduğumuz barədə danışmışdım. Bizə hələ də günahkar olduğumuz barədə təlim verənlər var. Onlar bunun Romalılara 7-ci fəsildə təsvir edilmiş adi xristiyan həyat olduğunu öyrədənlərdir. Lakin onlar Romalılara 8-ci fəslin normal xristiyan həyatı olduğunu öyrətmirlər. Bəs bu cür təlim verən kimlərdir? Bunlar katolik, reformist, kalvinist, lüteran kilsələrdir. Bunlar biz günahkarıq və belə də yaşayırıq əqidəsinə malik olan kilsələrdir. Niyə? Çünki onlar azad deyirlər. Onlar başqa həyatı bilmirlər. Onlarda suda vəftiz yoxdur. Suda vəftiz olmadığına görə onun mənasını anlamaq üçün gözlərini açan müqəddəs ruha malik deyirlər. Onlarda ancaq tövbə var. Başqa şeyləri bilmirlər. Onlar hələ də günahın kölələri kimi yaşayırlar. İsa'nın gördüyü işlər və yeni həyatımızı yaşamaq üçün dirilməyimiz barədə də onların təlimi yanlışdır. Yeni həyatı yaşamaq üçün onların heç bir təcrübəsi yoxdur. Barəsində oxuduğumuz azadlığı onlar yaşamırlar. Buna görə də onlar bizim hamımızın günahkar olduğumuz barədə yeni təlimlər icad edirlər. Güya hamımız Paulun özü barəsində etiraf elədiyi kimi günahkarıq. Amma Paul özü haqqında bunu demir. Bir qədər sonra mən bunu izah edəcəm. Paul belə deyir: cismani olub qul kimi günaha satılmışam. Müqəddəs yazılar barədə danışarkən biz bir problemlə rastlaşırıq. Biz müqəddəs yazıları çox zaman Yunan düşüncə tərzinə görə oxuyuruq. Yəni, biz müqəddəs yazıların ayələrini bir-birinin ardınca oxuyuruq. Paul isə yəhudidir. Yəhudilərin yazı tərzi sətir və ya xətti deyil, dairəvidir. Yəni, o bir şey haqqında danışır və sonra yeni bir şəkildə təzədən ona qayıdır. Beləliklə, indi başqa bir üsulla yenə həmin fikrə qayıdır. Siz Yaradılış kitabında bunu görürsünüz. Yaradılışı oxuyarkən sanki söhbət 3 yaradılışdan gedir. Başlanğıçda Allah göyləri və yeri yaratdı. Bu, baş verənləri çox qısa şəkildə izah eləyir. Bundan sonra buradakı başqa hadisələr barədə davam eləmir. Sonra Allah göyləri və yeri necə yaratdığı barədə yenə yazır. Daha sonra yenə də Allahın insanı necə yaratdığı barədə yazılır. Siz yəhudilərin müqəddəs kitabı yazmaq üsulunu görürsünüz. Əvvəlcə onlar ümumi, böyük mənzərəni təsvir edirlər. Sonra isə bütün bunların nə demək olduğunu daha ətraflı izah edirlər. Paul da Romalılara 7-ci fəsil 5-6-cı ayələri yazarkən eyni şey eləyir. O deyir: biz cismani təbiətə görə yaşayarkən, burada o indi demir. O, mənsə cismani olub qul kimi günaha satılmışam deyir. Ancaq bundan əvvəlki ayədə o deyir: biz cismani təbiətə görə yaşayarkən günahın qanun vasitəsilə gələn həvəsləri üzvlərimizdə fəal idi. Burada o deyir: biz cismani təbiətə görə yaşayarkən, digər yerdə isə mənsə cismani olub qul kimi günaha satılmışam deyir. Bir neçə ayə əvvəl bunun keçmişdə olduğunu vurğulamaq üçün yaşayarkən deyir. Burada isə oxuyuruq: indi əvvəlcə əsiri olduğumuz qanuna münasibətdə ölüb, ondan azad olduq.
Nəticədə yazılı qanunun köhnə yolunda deyil, ruhun yeni yolunda qulluq eləyirik. Bu maraqlıdır. Çünki Paul bir neçə ayə əvvəl deyirdi, biz cismani təbiətə görə yaşayarkən bu belə idi. Amma indi ondan azad olduq. Bir sözlə, o əvvəl və indi necə olduğu barədə danışır. Sonra isə o bunun necə baş verdiyini izah eləyir. Daha sonra o, indi və əvvəl nə baş verdiyi barədə danışır. Bundan sonra isə Romalılara 8-ci fəsildə yazır. Həmin hissələrdəki ayələri bir-birinin ardınca oxumaq əvəzinə onları dairəvi üsulla oxumalısınız. Yəni, Paul bu necə olub və indi necədir barədə dairəvi üsulla danışır. Sonda bu necə olub və indi necədir fikrini kiçik bir sətirlə tamamlayır. Bundan sonra isə Romalılara 8-ci fəsildə Paul günahdan azad olmaq mövzusu ilə davam eləyir. Düşüncə tərzimizə görə bu ayə ilə bağlı çoxlu anlaşılmazlıqlar olub. Mən bunu görəndə, yəni Allah gözlərimi açanda vəhy aldım və dedim, mən azadam, mən tam azad olmuşdum. Şeytanın yalan danışdığını açıq-aydın gördüm. Kilsəmdə aldığım dindar təlim yalan imiş. Mən daha cismani deyiləm. Xeyr, mən daha günaha satılmış kölə deyiləm. Mən günahdan azadam. İnanıram ki, həmin ayələr haqqında bu ən yanlış olan təlimdir. Bunu gördükdə özümü çox xoşbəxt hiss elədim. Bu, Danimarkadakı Wycliffe müqəddəs kitabın tərcüməsi şirkətindəki bir nəfərin tərcümə elədiyi müqəddəs kitabda idi. O, Danimarkada müqəddəs kitabın yeni bir tərcüməsini hazırladı. Bəlkə də o, müqəddəs kitabı əvvəllər tərcümə olunmadığı müxtəlif dillərə çevirən yeganə tərcüməçidir. O, həmin bu ayələrə belə şərh yazıb. Həvari Paul bu ayələrdə Yunanca mən mənası verən təmsilçi ifadəsindən istifadə edir. O, mən deyəndə özünün də bir vaxtlar olduğu qanunun hökmranlığı altında yaşayan istənilən oxucunu nəzərdə tutur. 7-ci fəsildə bizim üçün bir qədər qəribə görünən sözlər bir çox anlaşılmazlıqlara gətirib çıxardı. Bu tərcüməçi oxumağı bacaran, müqəddəs kitabın oxunuş ənənələrindən azad olan bir nəfərdir. O, Allahın mənə göstərdiyini təsdiqlədi. Paul bu ayələrdə mən deyəndə özü haqqında danışmır. Siz bunu başqa cürdə görə bilərsiniz. Əlbəttə, kölə olaraq günaha satılan sizlər öz-özünə azad ola bilməzsiniz. Sizi azad eləmək üçün İsa gəldi. Paul yəhudilərə yazırdı. O, bütün məktublarında günahdan qurtulmağımız və artıq qanun altında olmadığımız barədə yazır. Paul bir yəhudi kimi yazırdı. Paulun ciddi farisey qanunlarına tabi olan bir yəhudi olduğunu xatırlayın. O, özü barədə yazırdı. Farisey oğlu fariseyəm. Paul qanuna hər şeydə riayət eləməyə çalışırdı. Bir sözlə, yəhudi olaraq qanuna uyğun yaşayırdı. Onun üçün qanun var idi və o qanunu bilirdi. Ancaq o hələ də günahın qulu kimi yaşayırdı. Beləliklə, o yəhudilərə qarşı kobud olmamaq üçün sən günahın qulusan yazmırdı. Lakin mən deyə yazırdı. Yəni, mən deməklə Paul özünü onlara bir nümunə kimi göstərirdi. Mən sizinlə bir qayıqdayam, siz və mən. Mən sizin nədən danışdığınızı və nələr hiss etdiyinizi bilirəm. Bu, mənim də başıma gəlmişdi. Daha sonra o, Romalılara 7-ci fəsil bu sözlərlə bitirir. Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun. Onda azadlıq var idi. Sonra o, sadəcə bir neçə dəfə geri qayıdaraq günah və köhnə şeylər haqqında danışır. Onun dairəvi üsulla yazdığını xatırlayın. Burada o deyir, Məsih İsa'da olub cismani təbiətə görə yox, ruha görə rəftar edənlərə heç bir məhkumluq yoxdur. Başa düşməliyik ki, günahın qulu olmaq normal məsihçi həyatı deyil. İsa bizi günahdan azad eləmək üçün gəldi.
azadlıq vəftizin nə olduğunu bilərək İsa Məsihə vəftiz olunarkən baş verir. Mənim üçün isə vəftiz sadəcə bir simvol idi. Ona görə də mənə müqəddəs ruhun vəhi lazım idi. Həmin vəhi alanda həyatım dəyişdi. İnternet səhifəsində gördüyünüz, bugün elədiyim və yaşadığım hər şey bu vəhi ilə gəldi. Hər şey bundan başladı. Əslində mən bunu yaşayarkən xilas olduğumu deyə bilərəm. Xilas isə çox zaman fərqli tərzdə baş verir. Bir dostum suda vəftiz olunanda onun üçün hər şey dəyişdi. Onun həyatında hər şey dəyişildi. O da inanılmaz həyat yaşamağa başladı. Bu barədə çoxlu şəhadətlərim var. İnsanlar duada İsanı ürəyinə dəvət eləməklə deyil, tövbə eləməklə, suda və müqəddəs ruhda vəftiz olunmaqla Məsihin bütövlüyünü əldə edirlər. Həmçinin bu, vəftizin mənasının onlara açıqlanması və azad yaşamaları nəticəsində baş verir. Onda azad olursunuz. Onda siz Romalılara 8-ci fəsildə deyildiyi kimi yaşamağa başlayırsınız. Məsih İsa'da olub cismani təbiətə görə yox, ruha görə rəftar edənlərə heç bir məhkumluq yoxdur. Biz cismani olmağa çağırılmamışıq. Xeyr, biz ruhda, müqəddəs ruhun həyatında yaşamağa çağırılmışıq. Lakin Romalılara 8-ci fəsildə oxuduğumuz məhkumiyyətsiz, tam azad yaşamağımız üçün tövbəyə və yeni ürəyə ehtiyacımız var. Siz həmçinin suya tam salınaraq imanla vəftiz olunmalısınız. Allahın padşahlığına daxil olmaq üçün sizə həm su, həm də ruh lazımdır. Xilas olmağınız, yəni günahlarınızın bağışlanması, Məsihlə birləşməyiniz, onunla birlikdə dirilməyiniz və bütün günahlarınızın yuyulması üçün sizə suda vəftiz olunmaq lazımdır. Həmçinin sizə müqəddəs ruhda da vəftiz lazımdır. Tövbə və suda vəftiz kifayət deyil. Əgər sizdə suda və müqəddəs ruhda vəftiz yoxdursa, Romalılara 6-cı fəsli və Romalılara 8-ci fəsli azad olaraq yaşaya bilməzsiniz. Həmçinin demək istəyirəm ki, biz ilahiyyətdə aza bilərik. Mən çox kədərli bir təcrübə yaşamışam. Bunları öyrənməyə başlayanda müqəddəs kitabın Danimarka dilinə tərcüməsinin necə fərqli olunduğunu gördüm. Bugün müqəddəs kitab bir çox dillərə fərqli tərcümə olunur. Çünki fərqli orijinal Yunan mətnlərindən tərcümə olunublar. Bunu Romalılara 8-ci fəslə baxarkən daha aydın görmək olur. Belə ki, bizim Danimarka dilindəki müqəddəs kitabda belə yazılıb. Deməli, İndi Məsih İsa'da olanlara heç bir məhkumluq yoxdur. Elə burada da dayanır. Müqəddəs kitabın bir çox tərcümələrində bu belədir. Baxın, bəlkə sizin müqəddəs kitabınızda da həmin ayə elə orada bitir. Lakin başqa tərcümələrdə ayənin davamı var. Məsih İsa'da olub cismani təbiətə görə yox, ruha görə rəftar edənlərə. Bu çox vacibdir. Müqəddəs kitab cismani təbiətə görə yaşayanlara heç bir məhkumluq yoxdur demir. Xeyr, belə yazılıb. Məsih İsa'da olub, ruha görə rəftar edənlərə heç bir məhkumluq yoxdur. Yadımdadır. Bir dəfə mən bunu tədqiq edəndə bəzi adamlara baş çəkmişdim. Onlarda Danimarkadakı Lüteran kilsəsinin nəşr elədiyi müqəddəs kitab var idi. Həmin kilsədən olan bir gənc liderin məqaləsini oxudum. Onu oxuyanda fikirləşdim. Aman Allah, bizə kömək ol. İnsanlar aldadılıblar. Kilsədəki insanlar cəhənnəmə gedirlər. Bu, qəfildən yaşadığım bir hiss idi. Birdən mən ənənənin insanları İsa Məsih vasitəsilə xilas olmaqdan necə saxladığını çox aydın gördüm. Gənclərin lideri olan bu cavan həmin məqaləni öz həyatı barədə yazmışdı. Burada o, müqəddəs kitabın 2 hissəsini istinad eləmişdi. O, Romalılara 7, 16-19 və Romalılara 8-ci fəslin 1-ci yarısından istifadə eləmişdi. O, belə yazmışdı. Bir xristiyan olaraq mən hər gün günah içində yaşayıram. Hər gün etmək istəmədiyim şeyləri edirəm. Mən Paulun dediyi kimi cismaniyəm və günah qanunu altında olan qulam. Mən daima günah eləyirəm. Bununla belə
Mən bazar günü kilsədə durub Allahı izzətləndirə bilirəm. Sonra isə o deyir, məhkumluq hiss eləyirəm. Mən daima məhkumluq hiss eləyirəm. Amma Romalılara 8:1-ci ayəsini oxuyanda Məsih İsa'da olanlara heç bir məhkumluq yoxdur. O bunu öz şəhadəti kimi bölüşür. Məqaləni oxuyanda bu adamın əslində xilas olmadığı açıq-aşkar görünür. Bu adam bəlkə də dindar bir mühitdə böyüyüb, amma o əsl tövbə eləməyib. Siz bunu görə bilərsiniz. O həqiqətən suda vəftiz olunmayıb. Əlbəttə ki, müqəddəs ruhla da vəftiz olunmayıb. Siz bunu məqalədən oxuya bilirsiniz, amma o müqəddəs kitabın ayələrindən istifadə edir. Mən hər gün günah içində yaşayıram, amma mən kilsəyə gedirəm. Məhkumluq hiss eləyirəm. Lakin Romalılara 8:1 oxuyuram. Məsih İsa'da olanlara heç bir məhkumluq yoxdur. Amma mən yenə də böyük məhkumluq hiss eləyirəm. Heç bir məhkumluq yoxdur. Heç bir məhkumluq yoxdur. Heç bir məhkumluq yoxdur. Əslində o məhkumluq hiss eləyir. Lakin sadəcə olaraq o müqəddəs kitabın heç bir məhkumluq yoxdur ayəsindən istifadə edir. Siz görürsünüz, o həmin ayələrdən istifadə edir. Niyə bu adam məhkumluq hiss eləyirdi? Çünki günah içində yaşayırdı. O ruhda yaşamır, cismani həyat sürürdü. Bu zaman o müqəddəs kitabın həmin hissəsinə əsaslanırdı. Yəni müqəddəs ruh gözlərini açmağa çalışaraq xilas olub və ruhda yaşamaq üçün onu çağıranda o sadəcə müqəddəs kitabın bu ayəsindən yapışırdı. İndi heç bir məhkumluq yoxdur. Heç bir məhkumluq yoxdur. Mən məhkumiyyət hiss etməməliyəm, çünki mən xristianam. Amma biz müqəddəs kitabdan bu məqsədlə istifadə eləməməliyik. Günahı aradan qaldırmaq üçün mən heç zaman müqəddəs kitabın bu hissəsindən istifadə eləmirəm. Xeyr. Amma mən günahdan xilas olanda hiss eləyirəm ki, indi heç bir məhkumluq yoxdur. İndi mən daha məhkum olunmuram. Bunun üçün müqəddəs kitabı götürüb, onu beynimə yeritməyə ehtiyac yoxdur. Xeyr, mən günahdan azad yaşayıram. Mən sadəcə həyatı duyuram. Bugün dünyanın bir çox yerlərində bizim xilasla bağlı ən böyük problemimizin nədən ibarət olduğunu görə bilirəm. Yəni, vəftizin mənasını heç kim anlamır. Yalnız bəziləri bizim müqəddəs ruhun vəftizinə ehtiyacımız olduğunu başa düşürlər. Bu üç şey, tövbə, suda vəftiz və müqəddəs ruhla vəftiz olunmaq çox vacibdir. Əgər siz suda vəftizin icra olunmadığı ənənəvi bir mühitdə böyümüsünüzsə, Romalılara 7-ci fəsildəki təlimin orada normal həyat kimi qəbul olunduğunu görəcəksiniz. Romalılara 6-cı fəslin və həmçinin digər ayələrin tamamilə fərqli bir şey söyləməsi onlar üçün heç bir əhəmiyyət daşımır. Onlar Romalılara 7-ci fəslin normal həyat, hamımızın isə günahkar olduğunu söyləyəcəklər. Amma siz keçən dərslərdən gördüyünüz kimi, biz günahkar deyilik, müqəddəslərik, biz müqəddəslərik, günahdan azadıq. Burada biz Həvarilərin İşləri kitabında vəz edilmiş çox güclü əsasların Katolik kilsəsi tərəfindən necə dəyişdirildiyini görürük. Avqustinin qoyduğu, sonradan isə Luther, Calvin və başqalarının davam etdirdiyi bu təməl elə bugün də davam eləyir. Onlarda azadlıq və ruh olmadığı üçün Həvarilərin İşləri kitabında oxuduğumuz həyat da yoxdur. Mən sadəcə soruşmaq istəyirəm. Siz hansı təməl üzərində tikmək istəyirsiniz? Bu təməl ənənələrdir, yoxsa Həvarilərin İşləri kitabıdır? Bugün bizim öz həqiqətlərimizlə dolu olan dini qutularda oturmağımız necə də kədərlidir. Danimarkada Pentekost kilsəsi var. Orada insanlar müqəddəs ruhla vəftiz olunur və tövbə edirlər. Lakin onlar suda vəftiz olunmurlar. Onlar hətta bu haqda heç danışmırlar. Onlarda qanundan və günahdan azad ola biləcəyimiz barədə vəhy yoxdur. Hətta bugün Danimarkada bir çox insanlar Romalılara 7-ci fəslin normal xristian həyat olduğunu vəz edirlər. Dua eləyirəm ki, Romalılara məktubu tədqiq edərkən dairəvi oxumaq üsulunu xatırlayasınız. Əlbəttə ki, Paul ağılsız deyildi.
Necə yəni, mən cismaniyəm. Romalılara 8-ci fəsildə də belə deyilir. Cismani təbiətə görə yaşayanlar. Xeyr, o cisimdə yaşamırdı. Qul kimi günaha satılmışam. Xeyr, İsa bizi azad eləməyə gəldi. Çünki kölə evdə daim qalmaz, oğulsa daim qalar. Bu azadlıq İsa Məsihdədir. Gözlərinizi ilk dəfə açıb baxsanız, bunu çox aydın görəcəksiniz. Kiminsə sizə bunu göstərməsinə ehtiyac yoxdur. Amma indi bunu yaşayan və öyrədən adamlar var. Əlbəttə, bu mənə çox xoşdur. Müqəddəs kitabın fərqli tərcüməsini oxumağa çalışın. Fərqli müqəddəs kitab tərcümələri var. Müqəddəs kitabın fərqli tərcümələrinə baxın. Romalılara 8. Həmçinin müqəddəs kitabın digər hissələrinin çox aydın şəkildə açıqlandığı tərcümələrdən istifadə edin. O zaman gözlərinizi açıq tutun və azadlığınızı yaşayın. Beləliklə suda vəftiz. Suda vəftiz olunmaq nə qədər vacibdir? Bu vacibdir. Nə dərəcədə vacibdir? Bu tövbə eləmək, İsa'ya iman gətirmək və müqəddəs ruhla vəftiz olunmaq qədər vacibdir. Bu xilasın bir hissəsidir. Bu xilas olmaq üçün vacibdir. İsa'nın dediyi də budur. Bu, Peterin və Paulun vəz elədiyi mövzudur. Kəlam məhz bunu deyir. Xilas olmaq təkcə günahınızın bağışlanmasına nail olmaq demək deyil. Xilas olmaq həmçinin günahlarınızdan bağışlanmanı almaqdır. Onda siz yeni həyat yaşaya bilərsiniz. Allah bizdə yeni həyat yaratmaq istəyir. O yeni bir göy və yer yaratmazdan əvvəl yeni bir xalq yaratmaq istəyir. Suda vəftiz nə dərəcədə vacibdir? Bu çox vacibdir. Bu o qədər çox vacibdir ki, həmin həqiqətə görə insanlar canlarından belə keçirdilər. Mən Lüteran kilsəsində tanıdığım bir çox insanı sevirəm. Elə onları sevdiyim üçün də bu həqiqətə görə güzəştə getmirəm. Onları sevdiyim üçün, kəlamın dediklərinə görə güzəştə getmirəm. Mən onları sevirəm və hörmət eləyirəm. Lakin biz kəlamı mütləq olduğu kimi vəz eləməliyik. Özümüzdən soruşmalıyıq. Biz insanları razı salmaq istəyirik, yoxsa Allahı? Əgər biz Allahı razı salırıqsa, o zaman insanlar da bizə təşəkkür edəcəklər. Biz həqiqəti deyəcəyik və həqiqət bizi azad eləyəcək. Bu həqiqətən vacibdir. Vəftiz nədir? Vəftiz imanla suda vəftiz olunmaqdır. Bu suya salınmaqla olan vəftizdir. Əgər siz Yunanca bilsəydiniz, heç vaxt vəftiz sözünü başa su çiləmək kimi tərcümə eləməzdiniz. Heç vaxt. Buna görə də Yunan Pravoslav kilsəsində uşaqların suya tam batırıb çıxarmaqla vəftiz edildiyini görürsünüz. Hər bir Yunan vəftizi mətnə uyğun olaraq suya tam salmaq üsulu ilə edir. Yəni bu, suyu başa tökməklə olmur. Beləliklə vəftiz nədir? Əgər inanırsınızsa, imanınıza görə vəftiz olunmalısınız. Körpələrin vəftiz edilməsində olan problem də elə bundadır. Bu, Agustinin qaldırdığı məsələdir. Buna ilkin günah və digər məsələlər də daxildir. İndi buna çox vaxt sərf eləmək istəmirəm. Lakin bu qəbul edildi və körpələri vəftiz eləməyə başladılar. Xeyr, körpələrin vəftiz olunmasına ehtiyac yoxdur. Yalnız günah eləməyə başlayanda sizin vəftiz olunmağa ehtiyacınız var. Siz günah elədiyiniz zaman günahın əsiri olursunuz. Bax elə o zaman sizə vəftiz olunmaq gərəkdir. Körpəyə bu heç lazım deyil. Körpə doğulan andan tərtəmizdir. Çünki onun yaxşı və pis haqqında duyğusu hələ oyanmayıb. Elə buna görə də körpələr çılpaq olduqlarının fərqində deyirlər. Amma onlar böyüyən zaman reaksiya verirlər. Çünki indi onlar xeyirləşəri anlayırlar. Bunun başlanğıcı buradadır. Çünki biz günaha batmış bir dünyada yaşayırıq. Uşaqlar günah eləməyə başlayırlar. Onlar günah eləməyə başlayanda isə günahın əsiri olurlar. Yaxşı, bəs kimin vəftizə ehtiyacı var? Xilas olmaq istəyən hər bir kəsin. Müqəddəs kitabda yazılmış azadlıqda yaşamaq üçün, müqəddəs ruhla vəftiz olunmaqla birgə suda vəftiz olunmağa da ehtiyacımız var. Kim vəftiz eləyə bilər? Ruhdan doğulmuş hər kəs vəftiz eləyə bilər. Siz şagird olduqda, İsa sizə bu əmri verir.
O sizə təkcə vəftiz olunmaq əmrini vermir. O, bunu da əmr eləyir. Gedin, bütün millətləri mənim şagirdim eləyin, onları vəftiz edin. Deməli, o sizə təkcə vəftiz olunmağı deyil, həmçinin başqalarını vəftiz etməyinizi də əmr eləyir. Hər kəs vəftiz eləyə bilər. Əhd-i Cədidə görə hamı kahindir. Beləliklə, Əhd-i Cədiddə hər kəs vəftiz edə bilər. Mən bilirəm ki, kilsədən olan insanları vəftiz elədikdə, onların rəhbərləri mənə belə məktub yazırdılar. Sənə vəftiz eləmək səlahiyyətini kim verib? Mən də onlara əks sual vermək istəyirəm. Vəftiz eləmək səlahiyyətini kim verə bilər? Lüteran kilsəsinin bir məzhəb kimi başqalarına vəftiz eləməyə icazə vermək səlahiyyəti varmı? Başqalarına deyə bilərmi ki, kim bunu edə bilər ya bilməz? Baptist kilsəsi bir məzhəb kimi vəftiz eləyib ya etməməyi digər insanlara icazə verə bilərmi? 50-cilər hərəkatının vəftiz eləmək hüququ və ya başqa insanlara kimin bunu edib etməməsi barədə göstəriş vermək səlahiyyəti varmı? Xeyr, başqa insanlara vəftiz eləmək hüququ vermək və ya vəftiz edə bilməyəcəklərini söyləmək səlahiyyətinə malik olan heç bir məzhəb yoxdur. Bu səlahiyyətə malik olan yalnız bir şəxs var, o da Allahdır. Bu İsa Məsihdir. Məsih bizə vəftiz eləmək səlahiyyətini verir və ondan başqa heç kim bunu verə bilməz. Beləliklə, siz öz-özünüzə bu sözləri deyib gözləyirsiniz. Mən vəftiz eləyə bilmərəm. Bu kilsə məzhəbi mənə vəftiz eləməyə icazə vermir. Lakin, üzr istəyirəm, həmin kilsə məzhəbinin bunu sizə qadağan eləmək səlahiyyəti yoxdur. Əgər göydən doğulmusunuzsa, onda siz vəftiz eləməyə çağırılmısınız. Sizə lazım olan da elə budur. Bəs kim vəftiz eləyə bilər? Hər kəs. Necə vəftiz edirsiniz? Siz tam suya salmaqla İsa Məsihə vəftiz edirsiniz. Deməli, suya salmaqla Ata, Oğul və Müqəddəs Ruhun adı ilə vəftiz etmirsiniz? Xeyr, belə eləmək lazım deyil. Mən də belə vəftiz olunmuşdum. Başqalarının necə vəftiz olunduğunu bilmirəm. Amma siz bunu müqəddəs kitabda görə bilmirsiniz. Biz İsa'nın bu barədə dediklərini səhv başa düşürdük. İsa belə demişdi: Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin. Birincisi, Ata, Oğul və Müqəddəs Ruh ad deyirlər. Yəni, söhbət Allah qarşısında tövbə eləməkdən, İsa Məsihə vəftiz olunmaqdan və müqəddəs ruhla vəftizdən gedir. İsa bunu şagirdlərinə dedi. Amma siz müqəddəs kitabda elə bir yer tapa bilməzsiniz ki, onlar məhz bu cür vəftiz ediblər. Yəni, onlar İsa'nın dediyini söz təkrar edərək vəftiz etmirdilər. Xeyr, çünki onlar İsa'nın nə dediyini başa düşürdülər. İsa onlara bir nümunə vermişdi. Onlar da bunun mənasını anlamışdılar. Ona görə də hər bir insanı onlar İsa Məsihə vəftiz edirlər. Siz belə oxuyursunuz: Tövbə eləyin. Hamınız İsa Məsihin adı ilə vəftiz olun. İsa'nın adında güc var. Cinlər İsa'nın adına itayət edirlər. İsa'nın adı ilə xəstələr şəfa alır. İsa'nın adı ilə xilas olurlar. İsa Məsihin adı bütün adlardan üstündür. Siz Ata, Oğul və Müqəddəs Ruhun adı ilə deyərkən İsa'nın adını çəkmirsiniz. Biz İsa'nın adından istifadə etməli və vəftizin mənasını izah etməliyik. Hər dəfə müqəddəs kitabda kiminsə vəftiz edildiyi barədə oxuyanda, bu heç vaxt Ata, Oğul və Müqəddəs Ruhun adı ilə olmayıb. Bu hər zaman İsa Məsihə olub. Daha dəqiq desək, İsa Məsihə məxsus olmaqdır. Biz artıq günahın qulu deyilik, lakin Məsihin quluyuq. Məsihçi, şagird yoxsa qul adlı kitabımda mən bizim indi Məsihin qulu olduğumuz haqda qeyri-adi şeylər yazıram. Biz daha günahın qulu yox, Məsihin qullarıyıq. Vəftiz olmaq budur. Siz Məsihin qulu olursunuz, lakin o yenə də sizi qardaş adlandırır. Ona məxsus olmağımızdan asılı olmayaraq biz onun qardaşlarıyıq. Biz Rəbbimizin ailəsiyik. Ona görə də əgər vəftizi düzgün eləmək istəyirsənsə, onda İsa Məsihə vəftiz eləməlisiniz. Mən insanlara belə deyirəm: Siz İsa Məsihə vəftiz olmaq istəyirsinizmi? Bəli cavabını verirlər. Sonra onlara belə deyirəm: İmanına görə
Səni İsa Məsihə vəftiz eləyirəm. Məsihlə öl və Məsihlə diril. Mən insanları böyük bir zibil qabında vəftiz edirəm. Həmin qabdan zibilləri çıxarıb su ilə doldururuq. Elə onun içində də vəftiz eləyirik. Vəftizi necə edə bilərsiniz? Bu yaxşı bir rəmzdir. Qabın içinə suyun altına zibilli adam girir. Sudan isə yeni adam çıxır. Mən çoxlu insanları müxtəlif yerlərdə, vannalarda, okeanlarda, dənizlərdə, su olan hər yerdə vəftiz eləmişəm. İnsanları vəftiz eləyin. Bağçamızda qışda su doldura biləcəyimiz bir çən var. Biz onu evə gətirir. İnsanları bu çəndə vəftiz eləyirik. İnsanların ağ paltar geyinməsinə ehtiyac yoxdur. Vəftizdə insanı suya batırmaq üçün heç 2 nəfərin olmasına da ehtiyac yoxdur. Xeyr, onlar sadəcə suyun altına tam girməlidirlər. Mən çox zaman heç suya da girmirəm. Onlar isə suda dayanırlar. Deyirəm, İsa Məsihə vəftiz olmağa hazırsan? Onlar da çənin içində sadəcə suya tam salınıb və çıxırlar. Vəftiz olunanlar Məsihlə suya tam salınıb və Məsihlə də dirilməlidirlər. Ancaq siz mütləq bunu deməlisiniz. Mən səni İsa Məsihə vəftiz edirəm. Ona məxsus olmaq istəyirsənmi? Bəli cavabı verəndən sonra siz onu vəftiz edirsiniz. Bilirəm ki, çoxları deyəcək. Hə, amma mən ata, oğul və müqəddəs ruhun adı ilə vəftiz olunmuşam. Yenidən vəftiz olunmalıyam? Xeyr, mən belə düşünmürəm. Elə mən də bu yolla vəftiz olunmuşdum. Lakin təkrar edirəm. Gəlin bu dəfə hər şeyi düzgün eləyək. Vəftizi düzgün yol eləyək və doğru vəftizi vəz edək. O zaman biz vəftizin gücünü görəcəyik. Ancaq bir çoxları məndən soruşur. 14 yaşımda vəftiz olunmuşam və o zaman nə elədiyimi anlamırdım. Mənə yenidən vəftiz olunmaq lazımdırmı? Vəftiz imanla olmalıdır. Bu neçə dəfə vəftiz olunmaqdan asılı deyil. Bir dəfə vəftiz olunmaq kifayətdir. Amma elə insanlar var ki, 14 yaşa çatanda vəftiz olunublar. Çünki onların bütün dostları vəftiz olunublar. Əgər bu yalnız bir ənənə kimi olubsa, o zaman siz bir daha vəftiz olunmalısınız. Əgər bu sizin üçün sadəcə ənənəvi ayindən daha böyükdür və siz bunu imanla etmisinizsə, sizə bunu yenidən etmək lazım deyil. Vəftizin yaşla, yəni sizin neçə yaşında olmanızla heç bir əlaqəsi yoxdur. Mən körpələrin vəftizini və ya böyüklərin vəftizini vəz eləmirəm. Biz imanla vəftiz olunmağı vəz eləməliyik. Əgər siz iman edirsinizsə, onda vəftiz oluna bilərsiniz. Siz vəftiz olunmaq istədiyinizi anlayıb və bunu iqrar edə biləcək bir yaşda olmalısınız. Həmin yaşda siz öz imanınızla vəftiz oluna bilərsiniz. Mən çox zaman uşaqlarla belə eləyirəm. Mən hansı vəziyyətdə olduqlarını və onların vəftizi anladıqlarını bilmədiyim uşaqları görəndə sadəcə onlar üçün dua eləyirəm. Onlar da müqəddəs ruhla vəftiz olunurlar. İndi onlar da suda vəftiz oluna bilərlər. Bu Allahın onları qəbul elədiyini göstərir. Allah onları qəbul elədiyi üçün indi onlar suda vəftiz oluna bilərlər. İndi mən bu barədə danışacağam. Allahın kəlamını götürüb onu nəzərdən keçirin və tədqiq eləyin. Kəlamı təkcə bir dəfə deyil, dəfələrlə araşdırın. Romalılara məktubu götürüb onu tədqiq eləyin. Mən sizin öz həyatınızın hansı vəziyyətdə olduğunu bilmirəm. Həyatınızda bu ən vacib olan şey varmı? Yəni Romalılarda oxuduğumuz kimi məhkumiyyətsiz, azadlıqda yaşayırsınızmı? Cismani deyil, həyatı ruha görə yaşayırsınızmı? Həyat budur. Bu cür həyat yaşamaq üçün günahlarınızdan tövbə eləməlisiniz. Siz həmçinin suda vəftiz olunmaqla bütün günahlarınızı yumalısınız. Siz Məsihlə birlikdə ölüb, Məsihlə birlikdə dirilməlisiniz. Həmçinin qanun üçün də ölməlisiniz. Günah qanunu üçün ölməlisiniz. Çünki sizə daha qanun altında olmaq lazım deyil. Sizin müqəddəs ruha da ehtiyacınız var və siz cisimdə yox, ruhda yaşamalısınız. Mən növbəti dəfə bu haqda danışacağam. Lakin indi hansı vəziyyətdə olduğunuzu bilmirəm. Tövbə, suda vəftiz, müqəddəs ruhla vəftiz. Ola bilsin sizdə bunların hamısı var. Lakin siz hələ də azadlıqda yaşamırsınız. Onda sizin mənim kimi vəhy almağa ehtiyacınız var. Bu kitab sizin üçün yaxşı başlanğıc ola bilər. Dünən Hollandiyadan bir oğlan
Bu kitabı oxuduqdan sonra mənə yazıb. O, uzun illər xristian olub, lakin sadəcə bu onu azad eləyib. O dedi ki, bu sonuncu şey idi. O da kitabımda tanışdığım təcrübəni yaşamışdı. Onda da Rəbb qorxusu yarandı. Bizə elə bu lazımdır. Günahdan azad olmaqdan əvvəl günaha qarşı nifrət olmalıdır. Kitabda elə bu barədə danışıram. Siz bu kitabı veb saytında və ya Amazonda tapa bilərsiniz. Bu kitabda isə daha çox suda vəftiz olunmaq və şagird olmağın mahiyyəti haqqında danışıram. Məsihçi, şagird yoxsa qul? Bəli, biz quluq, lakin biz günahın yox, İsa Məsihin quluyuq. Növbəti həftələr ərzində bu kitabları oxuyun. Sizi vəftiz olunmaq üçün kiməsə ehtiyacınız varsa, bir nəfəri tapın və vəftiz olunun. Suyun altına gedəndə belə deyin: İndi mən Rəbblə birlikdə ölürəm. Mən daha qanun altında deyiləm. Mən qanundan azadam. Onda siz Romalılara 6-7-ci fəsillərdə və müqəddəs kitabın hər yerində barəsində oxuduğunuz azadlığı yaşayacaqsınız. İndi mən burada dayanacağam, amma dayanmamışdan əvvəl dua eləmək istəyirəm və sonra həyat yoldaşım mahnı oxuyacaq. Rəbb, bu dərsə görə sənə təşəkkür edirəm. Bu gün üçün sənə təşəkkür edirəm. Dua eləyirəm ki, bu dərsə baxan hər kəsə azadlıq gəlsin. Onlar sənə itaət eləsinlər, tövbə eləsinlər, suda vəftiz olunsunlar. Əgər hələ vəftiz olunmayıblarsa, müqəddəs ruhu da alsınlar. Qoy onlar cisimdə yaşamasınlar. Daim mühakimə hiss eləməsinlər. Azadlığa çıxaraq sənin ruhunun istiqaməti ilə yaşasınlar. Qoy onlar səndə azadlığı yaşasınlar. Mən bunu yaşadığım kimi və bunun mənim həyatımda yeni bir başlanğıc olduğu kimi bir çox insanın həyatında yeni bir təməl olsun. Dua eləyirəm ki, bu dərsə baxan hər kəsin gözünə sasan. Sən onları elə azad et ki, onlar sənin onlara verdiyin yeni həyat yaşaya bilsinlər. Azadlığa çıxaraq sənin ruhunun istiqaməti ilə yaşasınlar. Dua eləyirəm ki, sən gəlib onlarla olduqları yerdə danışasan. Onlar nə eləmək lazım olduğunu bilsinlər. İsa'nın adı ilə. Amin.